Bakının Xəzər rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. Hadisə rayonun Binə qəsəbəsində Südçülük safxozunda baş verib. Şəki rayon sakini 1989-cu il təvəllüdlü Məhərrəm yaşadığı evdə aralarında yaranan münaqişə zamanı arvadı Könülün baş və bədən nahiyələrinə qəsdən yumruqla bir neçə dəfə zərbə vuraraq ona xəsarətlər yetirib. Faktla bağlı Məhərrəmin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Məhərrəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, məlum hadisə günü axşam saatlarında yaşadıkları evin yaxınlığında yerləşən kafedə bir qədər ispirtli içki qəbul edib. Kafedən çıxdıqdan həyat yoldaşım Könülün qızımla birlikdə qaynatamgildən evə gəldiyini gördüm. Yolda onlarla rastlaşdım və birlikdə evə getdik. Evə daxil olduqdan bir qədər sonra azyaşlı övladlarım əllərində olan oyuncaq kartları bölüşdürə bilmədikləri üçün öz aralarında mübahisə etməyə başladılar. Könül uşaqları səsini qaldıraraq onların otaqlarına apardı və yatırtdı deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, həmin gün saat 23:20-də Könül onun yanına qayıdıb. Bu zaman Könüldən nə üçün uşaqların səsini qaldırdığını soruşdum və ona əsəbləşdim. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəblərimi cilovlaya bilməyərək onun baş nahiyəsindən əlimlə bir neçə dəfə vurdum və bədən xəsarətləri yetirdim. Daha sonra Könül bu barədə qardaşına, həmçinin Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdi deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Təqsirləndirilən şəxs bildirib ki, son vaxtlar ara-sıra spirtli içki qəbul etdiyini, bir müddət əvvəl isə başqa qadınla mobil telefonda yazışmalarının həyat yoldaşı tərəfindən aşkar edildiyini deyir. Buna görə də aramızda mübahisə yaxşı deyil. Münasibətlərimiz yaxşı olmayıb. Hadisə zamanı yanımızda heç kim olmayıb, övladlarımız evin digər otağında yatmış vəziyyətdə olublar deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. İş üzrə ifadə verən Könül ittihama uyğun ifadə verərək təqsirləndirilən şəxsin ifadəsini təsdiqləyib. O təqsirləndirilən şəxslə barışmadığını bildirib. Xəzər rayon məhkəməsinin hökmü ilə Məhərrəm 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxsə cəza çəkmə müddəti ərzində hər gün saat 21:00-dan səhər saat 08:00-na yaşadığı evi tərk edə bilməz. Həmçinin onun Bakı şəhərinin inzibati ərazisini tərk etməsi də qadağandır. Bundan başqa ona elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılmasını təmin etmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməsi tapşırılıb. Sumqayıt şəhərində 30 yaşlı kişi həyat yoldaşına qarşı cinayət törədib. Göyçay rayon sakini 1996-cı il təvəllüdlü Orxan arvadı Sənəm ilə mübahisə edib. Aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı ona şillə zərbəsi vuraraq xəsarətlər yetirib. Faktla bağlı Orxanın barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Orxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Sənəm ilə rəsmi qaydada ailə həyatı qurub, nikahdan 3 övladları dünyaya gəlib. Məlum hadisə günü Sənəm üçün qaz sobası aldı. Həmin gün axşam evdə olduğumuz zaman qaz sobasına ehtiyacımızın olmamasını, əlavə xərc çəkildiyini bildirdim. Sənəmlə mübahisə etməyə başladım. O isə bu məsələdə haqlı olduğunu bildirdi. Bu zaman əsəbləşərək əlim ilə onun sol qol nahiyəsinə şillə zərbəsi endirdim və evi tərk edərək getdim deyə o ifadəsində
göstərib. Bu cinayət işinə Sumqayıt şəhər məhkəməsində baxılıb, məhkəmə araşdırması zamanı onların barışması məlum olub. Bununla bağlı onlar məhkəməyə rəsmi qaydada ərizə təqdim ediblər. Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edib. O cinayət məsuliyyətindən azad edilib. Tovuzda gənc oğlan ailə məclisində dayısını döyüb, hadisə Tovuz rayonunda baş verib. 1996-cı il təvəllüdlü Mahmud martın 21-də saat 18 radələrində dayısı Adilin evinə qonaq gedib. O, orada digər dayısı Əhmədlə mübahisə edib, şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı Mahmud Əhmədin sifətinə ardıcıl yumruq zərbələri vurub, hadisədən sonra fakta görə hüquq mühafizə orqanları tərəfindən Mahmudun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Mahmudun sözlərinə görə dayısı Əhmədlə münasibətləri hər zaman normal olub. Martın 21-də saat 18 radələrində xalamın həyat yoldaşı Qabillə birlikdə dayım Adilə məxsus evə getdim. Biz birlikdə spirtli içki qəbul etdik, yemək yedik. Həddindən artıq spirtli içki qəbul etdiyim üçün sərxoş vəziyyətdə oldum. Həmin gün saat 21 radələrində sərxoş olduğum üçün dayım Əhmədin ünvanına nalayiq ifadələr işlətdim. Yaranmış mübahisə zamanı dayımı yumruqla üz nahiyəsinə vurdum deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Məhkəmə iclasında peşman olduğunu deyən təqsirləndirilən şəxs dayısı Əhmədlə barışdığını bildirib. O gələcəkdə dayısına qarşı heç bir qeyri-qanuni hərəkət etməyəcəyinə söz verib və hakimlərdən bağışlanmasını xahiş edib. İş üzrə zərərçəkmiş qismində tanınan Əhməd də ifadəsində bacısı oğlu Mahmudla barışdığını bəyan edib. Dayı qohumuna qarşı hər hansı bir şikayət və tələbinin olmadığını vurğulayıb. Tovuz rayon məhkəməsinin hökmü ilə tərəflərin barışması əsas götürülüb. Bu səbəbdən Mahmudun barəsindəki cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib.